İşim nədir? Hələ ki, təmin bax neçə dəqiqə oldu. Hələ ki 21 dəqiqə, 9 dəqiqə sonra təzədən yeniləyəcəm yəni. İndi söhbət nədir uşaqlar? Nə deyəcəydim ala? Ay bilin. Nədən danışırdıq? Twitch'də olacaqsan. Yox, yox uşaqlar. Kiki. Twitch'dən Kiki araşdırdım. Hə, onu da deyim ki, yayın Kik'də olacaq. Niyə? Twitch'də araşdırdım. Kiki-də araşdırdım. Twitch'də çox dəxlisiz qadağaları var. Ona görə bütün Azərbaycan nə idi? Bütün türklər, yəni Amerikada zətdə hamı Kikə keçib. Çünki Twitch nə bilim siqaret çəkməyə bir ban qoyur, nə bilim biraz söyüdüm ban qoyur. Yəni çox qısıtlayır da. TikTok necədir məsələn? Mən suyu içəndə belə sağdan içirəm. O dəfə götürdüm su içdim, sarı qız idi, prosta sodaydı. Dan ban yedi ki, alkol və tütün. Naxuy. Əslində bu sözümə görə də ban yeyə bilərəm. Prosta eləmirəm. Kik nədir? Kik platformadır uşaqlar. Hamısını başa salacağam sizə. Allah haqqı bilməyənlər, sən öyle əlimdən gələni eləyəcəm ki, çıxaq. TikToku buraxasan. TikToku buraxmayacağam uşaqlar. Baxın, yəni qulaq asın, deyəcəm. Yəni məna nədir? Sən kimsən? Allah bəndəsi. Bürcü, eşşək bürcü. Kik yazın üçlüyün. Nəysə uşaqlar. İndi söhbət nədir? Biz nə edəcəyik? Mən ayın 1-nə qədər, ayın 1 dedim, yəni yeni ilə qədər, yanvarın 1-nə qədər. Burada belə yayınlar açacağam. Kik taypında. Yəni Kikdə, Twitch'də yayınlar belə olur. Birinci insanların gözü alışsın. Yəni belə pis çıxmasın, fan səhifələr olsun, nə bilim, məni izləyənlər olsun, mən xətrimi istəyənlər, sevənlər, zatlar var da, girib mənə görə izləyirlər, eləyirlər. Birinci məqsədim, birincidən Kikə keçsəm heç kim qozlamayacaq. Çünki bayaqdan yəni 75 min dənə sual var ki, Kik nədir? Yəni insanlar bilmir, bu da normal bir şeydir. Əslində normal bir şey deyil, bilməliydik ki, o da bizim səhvimizdir ki, yəni biz blogerlər və ya biz nə bilim, bu tip incəsənət aləmində olanlar Kik zalı tanıtmayıb insanlara, onlar da bilmir. O normal bir şeydir. Ona görə qınamıram, eləmirəm. Məsələ nədir uşaqlar? Yanvarın 1-nə qədər, yanvarın 1-nə qədər Twitch tərzində, Kik tərzində yayınları burada açacağıq. Bunu da açma məqsədim odur ki, yarım saatdan bir 3 dənə yarım saatlıq yayın açmalıyam. Ekran paylaşımı açıq olsun. Sonra ekranı açıb orada maraqlı şeylər eləyəcəyik. O maraqlı şeylərə də gələcəm indi. Yanvarın 1-nə qədər, yanvarın 1-nə qədər Kik tərzində, Twitch tərzində yayınları burada açacağıq. İnsanları alışdıracağıq ki, yayıncılıq nədir də, yəni nə edəcəyik, məqsəd nədir, necə əylənə bilərik. Yəni ekranı tutub belə aleykum salam standart sən nətərsən, nə bilirsən, eşşək bürcü falan filan da bəsdir də, da. Və hara qədər? Sözüm tükənməyib, belə pis çıxmasın. 10 ildə eləsək təzə sözlər eləyəcəm, təzə danışacağam. Amma çıxaq da o şeydən çıxaq uşaqlar. Professionallaşaq. Yəni əslində sizə bir söz deyim. Yəni bilmirəm, inanan olacaq, inanmayan olacaq falan filan, bir yerlərimizə deyil. Amma mən hazırda çox böyük bir risk alıram. Yəni belə pis çıxmasın, heç bir bloger, heç bir streamer, heç bir yayın açan TikTokda özünüz bilirsiniz. Mənim canlılarım minimum 3000, 5000, 7000 plus olur da, ondan yuxarı olur. Və hələ də tələbat var. Mən 1 ildə, 2 ildə eləsəm, yenə də 5000, 6000 adam baxacaq, deyib danıb dolaşacağıq, düzdür? Və hədiyyələr də gəlir, hər şey də gəlir. Mənim yerimə kim olsa, qardaş, davam eləyər. Yəni belə pis çıxmasın, aylıq tutaq ki də, mən bunu primer olaraq deyirəm ha. Ümumiyyətlə bir biznesiniz var. Aylıq 3000 manat pul qazanırsınız. Yəni Azərbaycan üçün zordur. Allah 5000 deyə. Aylıq 5000 manat pul qazanırsınız. Yəni Dadiba gedir də 1 ay, 2 ay, 2 aydan sonra dayandırırsınız, deyirsiniz mən başqa bir şey edirəm. Eləməzsiniz. Yəni bu da onun kimi bir şeydir. Belə pis çıxmasın, günlükcə daha çox tutuzduram. Daha çox izlənir yayınlarım və daha çox hədiyyə gəlir. Mənim birdən-birə bunu dayandırıb Kikə keçməyim çox böyük riskdir. And ola Allaha deyirəm, heç bir bloger, 100 dənə blogerə denən, 100 dənə blogerə denən 99-u keçməz. O bir dənə də yubun mənəm. Ki belə mallıq eləyirəm. Onu da eləmə səbəbim uşaqlar, dediyim kimi, istəyirəm ki, Azərbaycanda streamerlıq şeyini yaradım. Yaratmaq Allaha məxsusdur, mən o şey. Yəni streamerlığı gətirim, belə deyim, loro dildə. Onu istəyirəm. Ona görə bu riski alacağam. Ola bilər yayınlarım düşsün 5000-dən 50-yə, 5-ə, ona yavaş-yavaş qaldıracağıq. Məni sevənlər, mənə dəstək olanlar, mənə arxamda olanlar, insanlar falan filan. İndi deyirsiniz də bilməm, bəlkə də o surağa basırsınız. Onu indi görəcəyik. Yəni o adamları prosta istəyirəm ki, 5000 qarışıq olmaqdansa 50 dənə, 100 dənə, 200 dənə, 500 nəfər tam kütlə deyirlər. Yəni o kemik kadro deyirlər türklər. O olsun bəsdir.
Başa düşdünüz? Yəni onun riskini alacağam mən ki, vaxtında YouTube-da da o risk almışam. Verilişlərə də çıxmışam. Kimdir verilişinə də çıxmışam. YouTuber deyilən bir şey yox idi. YouTube-da tanıdığımız YouTuberların %99'unu hamısını şirkətə mən qoşmuşam. Yəni ad vermək kişilikdən deyil. Yəni burada ay loğalıq eləyim, belə eləyim falan, amma onu bilin ki, tanıdığımız YouTuberların, məşhur YouTuberların %90%-ni Mediacorp şirkətinin adına, YouTube şirkətlərinin adına mən qoşmuşam. Nəysə, sözüm onda deyil. Yəni böyük bir risk alıram uşaqlar. Bu riskimin də qarşılığında sizdən tək xahişim var. Mən indiyənə qədər neçə aylarda canlı açıram, sizlə danışırıq, deyib, gülüb, əylənirik, düzdür? Mənim təkcə xahişim sizdən. Bax, mən sizdən pul istəmirəm. Mən sizdən indiyənə qədər hədiyyə dilənməmişəm, like dilənməmişəm. Ay mənə onu alın, bunu alın, onu eləyin. Mən sizdən məşhurluqda dilənməmişəm ki, məni paylaşın, məşhur olun falan filan. Tək istəyim var. Kick platformasını başa salacağım indi sizə. Kick platforması sabahda zətdə Kick açacağam, hesab açacağım. Sizdən tək xahişim, ora gedib abunə olun pulsuz şəkildə. Onu telefonunuza yükləyin və biz Kick-ə keçəndə gəlin orada yayınlara baxın. Belə pis çıxmasın, yəni yenə deyirəm, sözüm yaxşıları da. TikTok platformu özünüz bilirsiniz, yenə deyirəm, yaxşılarına iraq bərbaddır. Canlı yayınlara girirsiniz, ya yenə deyirəm, yaxşılarına iraq, ya ancaq valiklərdir, ya geylərdir, ya da ki, pul dilənənlərdir. Yəni, səhvəmsə, denən səhvsən ki, belə deyil. Yəni, bir dənə prosto yayında bir dənə aşağı gedin, full valiklər, geylər və hədiyyə dilənənlərdir. Normal maksimum 1-2 nəfər tapa bilərsiniz ki, adam malası kimi otursun, konsept eləsin, normal danışsın, desin, gülsün. Yəni, bu platformada qalmaqdansa, keçək Kick-ə. Orada normal şeylər eləyək. Yəni, deyib, gülüb, əylələr. İndi ona da gələcəm. Yəni, söhbət, prosto ümumiyyətlə onu danışıram ki, bunu eləyək də, yəni, prosto mənə dəstək olun. Mən risk alıram, uşaqlar. Allahın olsun bu risk alıram. Tüpürüm bura, tüpürüm nə bilim, o məşhurluğa 5.000 adam, 10.000 adam, nə bilim, rekordlar qırmaq falan filan zırt-pırtdır. Lazım deyil, qardaş. Prosto, indi sabahları inşallah bir dənə profil açacağım, amma Kick-ə promo keçməyəcək, uşaqlar. Yanvarın 1-i, yəni yeni ildə keçəcək Kick-ə ki, insanlar burada alışsın, tezə keçə bilərik. İstəsəz əgər, tezə keçə bilərik. Ekib yığacaqsan, yığacam uşaqlar. Hamısını eləyəcək inşallah. İndi söhbət nədir uşaqlar? Nədən danışırıq? Kopyalayıb yazmayın, spama düşür. Gəl, TikTok amına koyayım. Acil bir şey tez yazırsan, şeyə gedir. İndi uşaqlar, Kick üçün proqram var, yükləyək. Hamısını başlayacağım uşaqlar. Mən indi yayını yeniləyirəm. Burada olanlar follow atmamsızsa, bir dənə follow atın mənə. Yayını yeniləyəndə təzədən girəsiniz. Bir dənə like nə qədərdir? Like şeyi də var, burada sınırı var. 476.000. 500.000 olsun tez. 500.000 olsun şey eləyək. Yəni o yayını yeniləyim. 3 dəfə 30 dəqiqəlik açmalıyam ki, burada ekran paylaşımı açılsın. Salam aleykum və aleykum assalam. Kick hələ də bilməyənlər var, çoxdur uşaqlar. Allah'ın olsun çoxdur. Bura satdın studiyanı, satmışam uşaqlar. Vəsə, yarım 500.000 oldu. Uşaqlar 30 dəqiqə oldu. İndi bir dənə yenilirəm yayını. Yenildirəm. Takip atmayanlar varsa bir dənə takip atsın. Yayını yeniləyəndə təzədən xəbərdarlıq gəlsin sizə ki, bəs şeydir. Xəbərdarlıq olub. Bir dənə atın yayını uşaqlar. 20 saniyə gözləyirəm. 20 saniyə bir dənə açın, yenilirəm təzədən.